Həyatı başa düşmək üçün, özünüzü tanımaq üçün bu fikirləri diqqətlə oxuyun, Quran oxuyun, hədis oxuyun və digər elmlər oxuyun. Və uzlaşdırın, görün nə qədər mübarək olur, bərəkətli olur. İddia belədir, bax, məsumlardan başqa heç kəs düz söz deməyib. Deyibsə, ondan qabaq məsum deyib. Düz söz deyilibsə ondan qabaq, onu daha gözəl və köklü şəkildə məsum bizə çatdırıb. Hərdən təəccüblə, mən son dövrlərdə üzərimdə də bunu görmüşəm, müxtəlif verilişlərdə, tədbirlərdə dəvət olunuruq. Məsələn, müxtəlif elm sahəsinə aid olan insanlar, xüsusən psixoloqlar çox tez-tez yaxınlaşır ki, biz sizin danışdığınız sözlərə qulaq asırıq. Bunu bəlkə də indi yenə də bunu da eşidəcəklər. Özləri mənə neçə dəfə yaxınlaşıb ki, qulaq asırıq, görürük ki, tam psixologiya ilə, müasir psixologiya ilə üst-üstə düşür. Onlar təəccüblə deyir, mən deyirəm, burada təəccüblü nə var? Öz-özümə deyirəm. Bəli, bunların hamısını deyiblər. Biz istifadə eləməmişik bu sərmayədən. Hansısa mütərəqqi bir ideya varsa, əsasında mütləq məsumun və kəlamı və Allahın sözü var. Bir daha deyirəm, bunu bəsit şəkildə başa düşməyin ki, filan kəs dedi ki, heç nə oxumayın, gedin Quran oxuyun, bütün elmlər Qurandadır. Yəni, mən o mənada demədim ki, Quran bütün elmləri əhatə eləməlidir. Yəni, heç kəs heç nə oxumasa, var ya bu düşüncədə olan adamlar. Deyir, nə fizika lazımdır, nə kimya lazımdır, nə ta, hər şey Quranda yazılıb. Bu mənada demirəm. Yenə deyirəm, insanla bağlı dəyərli və mütərəqqi fikirlərin hamısının kökü hədis və Quranda qeyd olunub. Və araşdırın, oxuyun, hamıdan elmi əldə edin. Əl-hikmətu zallətul mümin. Hədisin gözəlliyinə bax. Buyurur, hikmət müminin itirdiyidir. Bir şey itirirsən, nə görürsən? Falan şeyim hardadır? Gəzirsən, onu axtarırsan. Birdən gördün, bir kafirin əlindədir, sənin malındır. Götürüb, ondan da alırsan ki, o mənimdir. Baxmırsan ki, kafirdədir ya mümindədir. Elmi buna bənzədir. Deyir, sənin itirdiyindir. Kimin əlindədirsə, götür onu. Baxma o kimdir. Elmdirsə, faydalıdırsa hamıdan öyrən. Amma bil ki, bunu deyiblər və təcrübə ilə bir gün gələcəklər. Cəmaat gələcək onların dediyi sözlərə. Xüsusən İmam Baqir əleyhissalamın, İmam Sadiq əleyhissalamın hədislərini. İmam Baqirin 5 yaşı var idi. Elə hikmətlər danışırdı ki, insanlar mat qalırdı 5 yaşında. Bunların elmi, marifinin mənbəyi ilahi mərifətdir.